Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, ekranda gördüyünüz suallar Dövlət İmtahan Mərkəzinin 4-cü qruplar üçün təşkil elədiyi 16 martda olan sınaq imtahanının suallarıdır. Mən isə Şəlalə İbrahimova biologiya suallarına sadə, anlaşılan və rahat bir dildə izah verməyə çalışacağım. İnşallah izahı bəyənərsiniz. İzahla bağlı fikirləriniz və şərhlərinizi qeyd eləyin, imkan tapdıqca mən onları cavablandıracağam. Gəlin suallara başlayaq. Birinci sualda deyilir ki, refleks qövsləri orta beyindən keçsin. Refleks qövsü orta beyindən keçməyini ilk öncə orta beynin funksiyalarını biz xatırlayaq. Orta beyin insan orqanizmində əzələ tonusunu tənzimləyirdi. Eyni zamanda səmt reflekslərini də demək idarə eləyirdi. Beləliklə mən cavablardan səmtə aid olan bölmələri seçməliyəm və cavablara baxıram. Görmənin səmtləşdirmə refleksi, bəli, səmtlə bağlı olan cavabları seçə bilərəm, çünki orta beyin onları idarə eləyir. Orta beyin refleksləri, həmin refleks qövsləri orta beyindən keçir. Çeynəmə hərəkətləri, asqırma hərəkətləri, ümumiyyətlə müdafiə refleksləri uzunsov beyinlə əlaqədardır. Eşitmənin səmtləşdirmə refleksi, bəli. Deməli, öskürmənin müdafiə refleksi uzunsov beyinlə əlaqədardır. Mən cavab olaraq seçməliyəm görmənin səmtləşdirmə reflekslərini və eşitmənin səmtləşdirmə reflekslərini. Cavab olaraq 1-4-ü seçirəm. İkinci suala baxırıq. Sxemdə eyni növə aid olan populyasiyalar verilib. Eyni növün fərdləridir, lakin populyasiyalar şəklində və bunlarda fərdlərin yerdəyişmə istiqaməti göstərilib deyir, fərdlərdir. Populyasiyaları R, T, N və H hərfləri ilə işarə eləyir. Oxlar da populyasiyalarda olan fərdlərin yerdəyişməsini göstərir. Və bu sualda mənə deyir ki, hansı populyasiyalar arasında tədriclər baş verə bilər? Tədric nədir? Tədric yəni bir-biri ilə əlaqəsi kəsilmək, bir-biri ilə yerdəyişməsi mümkün olmamaq, tədric olunmaq. Beləliklə, mən oxların istiqamətinə baxıram. Görürəm ki, R populyasiyası T-yə doğru istiqamət eləyə bilir. Baxın, özü də görsənir ki, R T-yə doğru populyasiyada hərəkət eləyir. H da həm R-ə doğru, həm T-yə doğru, həm də N-ə doğru istiqamətli hərəkət eləyə bilir populyasiyalar. Və hansının bir-birinə hərəkəti mümkün deyil? R və N-in bir-birinə oxlu istiqamətli hərəkəti göstərilməyib. Deməli, R və N populyasiyaları arasında tədric var və ona görə R və N cavabını mən seçirəm. Üçüncü suala keçirəm. Öküz solitrinin inkişaf ardıcıllığını müəyyən eləyin deyir. Deklarativ biliyə əsaslanır, hazır materialdır. Demək, yumurtadır əvvəlcə. Yumurtadan 6 qarmaqlı sürfə çıxır. 6 qarmaqlı sürfə qaramalın əzələsini deşərək qan dövranı ilə əzələlərdə finnaya çevrilir. Finnadan da yaxşı bişməmiş finnalı əti yedikdə isə insanın bədənində, yəni əsas sahibin bədənində yetkin fərdə çevrilir. D bəndini götürə bilərik. Növbəti suala keçək. Müəyyən miqdar qlikozanın parçalanması göstərilib. Qlikozanın həm oksigenli mərhələsi, həm də glikoliz məsələsi göstərilib. Beləliklə, hər ikisinə aid olan rəqəmləri qeyd eləyək. Oksigenli mərhələdə biz bilirik ki, 1 mol glikoza parçalananda nə qədər ATF əmələ gəlirdi? 36 mol ATF əmələ gəlir. Və bu zaman 42 molda su əmələ gəlirdi. Sonra glikoliz mərhələsində isə sadəcə 2 mol ATF əmələ gəlir və 2 molda su əmələ gəlirdi. Artıq verilənləri biz yerinə yazdıq. İndi şərtə əsasən yerinə yetirməliyik A-B-ni. A bizdə 36-dır, B isə 2-dir. 36-dan mən 2-ni çıxıram, qalır 34. 34 olmalıdır əslində, yəni 36 mol ATF-dən glikolizdə əmələ gələn ATF-i çıxıram, onlar arasında fərq 34 olmalıdır. Amma şərtə əsasən A və B-nin arasındakı fərq 136-dır. Bu da onu göstərir ki, 1 mol glikoza parçalanmayıb, 34-ə bölərək neçə mol glikozanın? 4 mol glikozanın parçalandığını müəyyən elədim. Yəni, bütün hesablamalarımı 4 mol glikozaya əsasən hesablayacağım. Beləliklə, indi məndən X çıxaq Y soruşur.
X-im 42 olmalıdır. Lakin 4 mol üçün 42 vuraq 4 yazaram. Çıxaq. Y-im də 2 olmalıdır. Lakin 4 mol üçün yenə 4 vuraq 2 yazaram. Beləliklə 168-dən 8 çıxaram. 160 cavabı isə mənə Y variantında verilib. Növbəti və 5-ci sualımıza keçirik. Gözün quruluş elementlərindən bəbəyin arxasında yerləşsin deyir. Biz də bilirik ki, gözün quruluş elementlərindən bəbəyin arxasında yerləşən billurdur. Gəlin görək ikinci müddəa billurun olduğunu təsdiqləyirmi? Bəli. Bulanması katarak xəstəliyinə səbəb olur, doğru fikirdir. Mən artıq tam əminliklə müəyyən elədim ki, söhbət billurdan gedir. 6-cı suala keçirik. 6-cı sualda kalmık cersey qaramal cinsi verir, çoxillik buğda sortu verir və bester verir. Əvvəlcə yadımıza salaq, seleksiyaya aid olan bir test nümunəsidir. Kalmık cersey növdaxili çarpazlaşmadan yaranırdı. Çoxillik buğda bitkilərdə uzaq hibridləşməyə, bester də heyvanlarda uzaq hibridləşməyə aid olan bir nümunədir. İndi mən ona uyğunlaşdırmalıyam. Növdaxili çarpazlaşma nəticəsində yaranır. Bunların içərisində yalnız kalmık cersey növdaxilidir. Uzaq hibridləşmə nəticəsində alınmayıb deyir. Uzaq hibridləşmə nəticəsində alınmayıbsa, yenə demək B bəndinə bura aid edirəm. Çünki növdaxilidən alınıb da, yaxın növlərin çarpazlaşdırılmasından. Deyir ki, buğda ilə ayrıqotu, söhbət əlbəttə ki, çox illik buğdadan gedir. C bəndini bura qeyd edirik. Və uzaq hibridləşmə nəticəsində alınan heyvan cinsidir. D bəndi bester burada heyvan cinsi olan besterdir. Və deyir, öz-özünə tozlanma nəticəsində yaranıb. Kalmık cersey heyvandır, bester də heyvandır. Bəs çoxillik buğda üçün öz-özünə tozlanma nəticəsində yaranıb olarmı? Yox. Çoxillik buğdada buğda ilə ayrıqotu çarpazlaşdırılır. Burada öz-özünə tozlanma mümkün deyil. Beləliklə 1-ə A, B, 2-yə C, 3-ə D bəndini mən A-da işarələdim. Növbəti sualımıza keçək. Növbəti sual sadə və çox gözəl tərtib olunmuşdur. Ən əsası şəklə əsaslanır. Deməli, bir hissədə toxumun qabığı verilib, ikinci hissədə endosperin verilir, 3-də ləpə yarpağı, 4-də tumurcuqdur, 5-də gövdəcikdir. Beləliklə, toxumun hissələri bizə təqdim olunur və deyir ki, hansı hissə yalnız ana bitkinin xüsusiyyətlərini daşıyar. Ana bitkinin xüsusiyyətlərini də biz bilirik ki, yalnız toxumun qabığı daşıyar, birlə işarə eləyərik. 7-də C bəndi. 8-ci suala baxırıq. Şəkildə göstərilən sümük kürək sümüyüdür və kürək sümüyü bilavasitə hara birləşir? İnsandan söhbət gedir. Kürək sümüyü biz bilirik ki, bir tərəfdən bazu sümüyü ilə oynaq əmələ gətirir, digər tərəfdən isə körpücük sümüyü ilə birləşir. Yəni 1 və 2 var. Gəlin baxaq görək, kürək sümüyü fəqərələrlə birləşirmi? Xeyr. Kürək sümüyü döş sümüyü ilə birləşirmi? Yox. Deməli, cavab 1 və 2-ni götürməliyəm. D bəndi. 9-cu suala baxırıq. Qadın cinsiyyət orqanlarıdır və deyir ki, yanlış mülahizəni müəyyən eləyin. Yanlış mülahizələri seçməliyik. Beləliklə, mən əvvəlcə təyin eləyim. X bizdə yumurtalıqdır. Y bizdə yumurta borularıdır. Z isə uşaqlıqdır. Yanlışı seçəcəm, bir də xatırladıram. Z, yəni uşaqlıq, bu orqanın divarından rüşeymin xovları və xovların bir hissəsindən cift əmələ gəlir. Biz də bilirik ki, rüşeymi əhatə eləyən xovlar və cift, demək uşaqlıqdan yox, dölün hüceyrələrindən yaranır, yəni dolayısıyla bir cavabı səhvdir. Burada, yəni X-da, yumurtalıqda 2 cür xromosom yığımına malik olan hüceyrələr rast gəlinir. Yumurtalıq bizim demək qadın orqanizmlərində cinsiyyət vəzləridir və biz bilirik ki, cinsiyyət vəzlərində 3 zona var. Demək, böyümə zonası, yetişmə zonası, bir də çoxalma zonası. Çoxalma zonasında 2N xromosomlu hüceyrələr, mitoz bölünmə olduğuna görə orada 2N xromosomlu hüceyrələrə, böyümə zonasında da 2N 4C-dir. İnterfaza baş verir, orada da 2N xromosomlara rast gələ bilərik. 2N xromosomlu hüceyrələrə rast gələ bilərik. Yalnız yumurtalığın müəyyən bir hissəsində yetişmə zonası var ki, o yetişmə zonasında haploid xromosomlu hüceyrələrə.
Dolayısıyla biz doğrudan da yumurtalıq bizim cinsiyyət vəzlərimiz olduğuna görə orada həm mitoz, həm meyoz bölünmə var. Doğrudan da orada diploid və haploid xromosomlu hüceyrələrə rast gələ bilərik. Y yumurta hüceyrəyə, Y nədir? Yumurta borularıdır. Yumurta borularında yumurta hüceyrəyə, bəli, yetişmiş yumurta hüceyrəyə orada rast gələ bilərik. Spermatozoidə, bəli, spermatozoidlər yumurta borularına daxil ola bilir. Zigota, bəli, mayalanma orada getdiyinə görə zigota da rast gələ bilərik və çox hüceyrəli rüşeymə də rast gələ bilərik. Doğru fikirdir. Biz yanlış axtarırıq. Z-də, yəni uşaqlıqda müvəqqəti daxili sekresiya vəzisi əmələ gələ bilər. Bəli, əgər müvəqqəti daxili sekresiya vəzisi ciftdirsə, uşaqlıqda əmələ gələ bilər. Yumurta demək nədir? Burada cifti götürə bilərik. Doğru fikirdir. Lakin demək ikinci bir müvəqqəti daxili sekresiya vəzimiz sarı cisimdir ki, onlar da yumurtalıqda formalaşır. Amma biri Z-də formalaşa bilər. Demək, 5-də deyir ki, uşaqlıqda zigot yaranır. Zigot isə biz bilirik ki, harada formalaşır? Uşaqlıq borularında formalaşır. 1 və 5 yanlış cavabdır və Y bəndini işarələyək. Növbəti sualımıza keçək. Növbəti sualımız hasandır. Burada yalnız homozigot genotiplini istəyir. Homozigot genotipli fərdləri seçmək istəyiriksə, biz seçməliyik. Gəlin A bəndinə baxaq. Baxın, burada heterozigot genotipli fərdlər var. Bu da heterozigot genotiplidir. İkinci bənddə olmaz. Heterozigot genotipli fərdlər var. Üçüncü bənddə demək, heterozigot genotipli fərdlərimiz var. Bəli, budur. Heterozigot genotipli fərdlər. Dördüncüdə yenə heterozigotdur. Baxın, heterozigot genotipli fərdlərimiz var. Bu da heterozigotdur hətta. Amma Y bəndində isə hamısı hemozigot fərdlər hesab olunur. 11-ci sual mənim də çox marağıma səbəb oldu. Maraqlı sualdır. Həm Venn diaqramı, həm də qrafik birlikdə tətbiq olunan sualdır. Gəlin sualla tanış olaq. Demək, burada bir balaca təmizlik işləri aparaq və davam eləyək. Beləliklə, demək, X, Y və Z verir və düzgün fikirləri, elə bir fikir biz seçməliyik ki, cədvələ əsasən X qurbağada olmasın, amma Y və Z qurbağada olsun. Gəlin baxaq. Döş qəfəsi qurbağada yoxdur. Demək, birinci sıra üzrə baxırıq. Y əlaməti olmalıdır. Çünki üstəgələk əlaməti verilib. 3 kameralı ürək, bəli, qurbağada var. Göz qapaqları da Z-dir, bəli, qurbağada var. Birinci sıra tamamən doğrudur. İkinci sıraya baxıram. Yenə deyirəm, X əlaməti qurbağada olmamalıdır. Y və Z əlaməti isə qurbağada olmalıdır. İşarələrə əsasən. Xarici qulaq qurbağada yoxdur. Doğrudur. Kloaka qurbağada var. Döş sümüyü qurbağada var. İkinci bənddə tamamən ödəyir şərti. Caynaqlı barmaqlar qurbağada, caynaqlı barmaqlar yoxdur. Qabırğarası əzələlər də yoxdur. Amma Y plus qoyub. Deməli, bu bənd özünü doğrultmur. Boyun fəqərəsi qurbağada var, amma yenə deyirəm, X-in altında verilən əlamət olmayan əlamət olmalıdır. Ona görə 4-cü şərtdə, 4-cü sırada özünü ödəmədi. Ödəyən sıralar 1 və 2 oldu. Beləliklə 12-ci suala keçirik. Uyğunluğu müəyyən eləyin. Şirin su hidrasında aralıq hüceyrə, yumurta hüceyrə və vəzli hüceyrələr haqqında doğru bəndləri birləşdirməliyəm. Aralıq hüceyrə daxili qatda yerləşir, xeyr, həssas tükcüyə malikdir, xeyr, zədələnmiş yeri bərpa edir. D-ni mən aralıq hüceyrəyə yazıram. Yumurta hüceyrə daxili qatda yerləşir, yalançı ayaqlara malikdir. Baxın, Y bəndini bura aid eləyirəm. Və vəzli hüceyrə isə, demək, vəzli hüceyrə daxili qatda yerləşir. Biz bunu bilirik. Vəzli hüceyrə daxili qatda yerləşir, demək, mən A bəndini yazaram 3-ə. Baxaq görək təkcə A bəndidirmi? Demək, vəzli hüceyrə həm də həzmdə iştirak edirik, yaza bilərəm. C bəndini də yaza bilərəm. Beləliklə 1-ə D yazdım, 2-yə E, 3-ə AC. Bu isə mənə B bəndində verilib. 13-cü sual da çox maraqlı sualdır. Bəyəndim bu sualı da. Erkək heterogametliyə malik diploid bir bitkidir. Yəni, bunun erkəyi XY-dir. Və cinsi çoxalma zamanı mərkəzi hüceyrəni Y xromosomu daşıyan sperm ilə iştirak eləyir. Yəni, biz bilirik ki, 2 qat mayalanmada bir mərkəzi hüceyrə olur, bunu belə işarələyək, bir dənə də yumurta hüceyrə olur, düzdür?
Demək, cinsi çoxalma zamanı mərkəzi hüceyrəni Y ilə mayalandırıb. Demək, spermin digəri də elə olacaq da Y olacaq və erkək heterogametdirsə, demək, dişi homogametdir. Dişi də deməli X-dir. Erkəyin də spermatozoidi Y-dir. Beləliklə, zigotumuz bizim XY oldu. Görək, məndən nə istəyir? Yaranan toxumda əmələ gələn, yəni XY toxumlu bitkidə nə gözləyir? Birinci bilməliyik ki, XY nədir? Dişi əlamətləri daşıyacaq, yoxsa erkək əlamətləri? Əlbəttə ki, erkək əlamətləri daşıyacaq. Yəni, mən verilənlər içərisində erkəyin erkəkciyə məxsus əlamət seçməliyəm. İki cinsli çiçək ola bilər. Dişi çiçəklərdə, ümumiyyətlə tam çiçəklərdə, hermafrodit çiçəklərdə iki cinsli çiçək ola bilər. Mən isə erkəkciyə aid olan əlamət seçməliyəm. Rüşeym kisəsi dişi çiçəklərdə olar. Öz-özünə tozlanma da iki cinsli çiçəklərdə olar. Tozcuq borusu əmələ gəlir. Tozcuq borusu dişi çiçəklərdə əmələ gələr. Tozcuq dənəsinin əmələ gəlməsi isə, baxın, bu erkəkciyə məxsus olan əlamətdir. XY də bizə erkəkciyin əlamətini verir. Maraqlı sual idi, bəyəndim bu sualı. Uyğunluğu müəyyən eləyin. İnşallah ki, mən sizin başa düşəcəyiniz sadə bir dildə izah verdim. Uyğunluğu müəyyən eləyin deyir və vəzilərdir. Bunlar hamısı daxili sekresiya vəziləridir və biz onları uyğunlaşdırmalıyıq. Döş boşluğunda yerləşən hansı olar? Timus vəzimiz döş boşluğunda yerləşər. Bioloji saat rolunu oynayan hansı olar? Gəlin buradan XY-i silək ki, digər cavabımız onunla qarışmasın. Beləliklə, döş boşluğunda yerləşən timus vəzi olar. Bioloji saat rolunu oynayan epifiz vəzimiz olar. Və deyir ki, hormonları çatışmayanda miksedema xəstəliyi yaranar. Miksedema xəstəliyi də qalxana bənzər vəzin hormonlarının çatışmamasından yaranır. Digər vəzlərimizlə bağlı bir problem olmadı. Yəni, baxaq görək, hipofiz vəzi qaldı. Mən onu heç birinə aid eləyə bilmərəm. Və demək qaldı böyrək üstü vəzimiz. Yenə də onu buradakı bəndlərə aid eləmək olmaz. 1-ə aid eləyirəm C-ni, 2-yə aid eləyirəm A-nı, 3-ə də aid eləyirəm Y-ni. Bu isə mənə A bəndində verilib. Digərlərinə baxaq. Bu sualı biz artıq bir neçə dəfə görmüşük. Bu da maraqlı sualdır. Yenə xatırlamış olarıq. Gəlin baxaq. 1-ə milçək, çəyirtkə, göyün və bitdi. Müvafiq olaraq həşəratların hərəkət orqanlarının sayını istəyir. 1-də qanat yoxdur və biz bilirik ki, bütün həşəratlarda 6 ayaq var. Milçəkdə 2 qanad olduğuna görə hərəkət orqanı 8-dir. Çəyirtkədə 4 qanad olduğuna görə 10-dur. Göyün də 2 qanadlılara aiddir, 8-dir. Bitdə də qanad olmadığına görə hərəkət orqanı 6-dır. Beləliklə 6, 8, 10, 8, 6. Əvvəlcə 6-dan 8-ə, sonra 10-a. Bax, bu qrafik bizim verilən şərti ödəyir. Hansı meyvənin toxumları arasında, toxumlarında ara kəsmə üzərində deyir, toxumlar yerləşməsəydi, yəni yer fındığının meyvələrinə oxşayardı. Biz bilirik ki, ara kəsməli olan toxumlar hansıdır? Buynuz meyvələr. Gəlin buynuz meyvələri seçək. Deyir ki, ara kəsmədə toxumlar yerləşməsəydi, yer fındığının meyvəsi kimi, yəni ara kəsmə olmasaydı taylar qalacaqdı, onda da paxla meyvə olurdu. Doğrudan da buradan mən buynuz meyvəni seçməliyəm. Kələm buynuz meyvədir. Xaçiçəklər fəsiləsinə aid olan quduzotu və xardal buynuz meyvədir. 1, 4, 5 bəndi isə B bəndində verilib. 17-ci suala baxaq. İnsan orqanizmdə 1 və 2-ci proseslərin baş verə bilər. Birinci proseslər zülallar amin turşularına parçalanar. Zülallar insan orqanizmində harda parçalanar? Mədədə və nazik bağırsaqda. Gəlin baxaq, nazik bağırsaq bizə verilməyib, amma mədə verilib. İkincidə isə amin turşulardan zülallar yaransın. Amin turşularından zülallar yaradan da ribosomlardır. Y bəndi doğru cavabdır. 18-ci suala baxaq. Deyir ki, cədvələ əsasən ilk dəfə hansı bitki qrupunda bütün növ vegetativ orqanlara rast gəlinir? İlk dəfə sözün altından xüsusi ilə vurğuladıq. K-da sadəcə xlorofil var. Çox güman ki, bu bakteriyadır. L-də həm xlorofil var, həm də zoğ var. Mamırlardır. M-də isə xlorofil də var, zoğ da var, əlavə kök də var. Demək, bu qıcı kimilərdir. Baxın, M qıcı kimilərdir.
N isə çılpaq toxumlardır, S-də isə örtülü toxumlar. Bir də qeyd eləyək, ilk dəfə hansı bitki qrupunda bütün növ vegetativ orqanlar, qıcıkimilərin həm kökü var, həm yarpağı var, həm də gövdəsi var. İlk dəfə dediyinə görə M bəndini götürməliyəm. 19-cu suala keçirik. Membranlı orqanoidləri olmayan canlılar, hansı canlılardan söhbət gedir? Bir membranlı və iki membranlı orqanoidi olmayanlar bakteriyalardır. Bizə isə deyir ki, canlıda doğru deyil, yəni bakteriyalara aid olmayanı seçin. 19-cu sualda transpirasiya prosesinə rast gəlinmir. Transilyasiya prosesinə rast gəlinmir. Transilyasiya zülalın sintezidir də. Bakteriyada ribosom varsa zülal sintez olunur. Rast gəlinir deməli idi, amma burada deyir ki, rast gəlinmir. Deməli, bir doğru deyil. Nümayəndələri hamısı bir hüceyrəlidir, doğrudur. Bakteriyalar hamısı bir hüceyrəlidir. Əksəriyyəti saprofitdir, doğrudur. Produsent nümayəndələri yalnız günəş enerjisindən istifadə edir. Bu da doğru deyil axı. Produsentlərin bəziləri xemosintez edicidir, onlar isə kimyəvi rabitələr enerjisindən istifadə edir. Plazmitlərə malikdir, doğrudur. Mən doğru olmayanları axtarırdım, 1-4-ü seçirəm, C bəndi uyğundur bizə. Növbəti suala keçək. Bu arada sualları PDF formasında biologiya və həyat qrupundan götürmüşəm. Onlara dərin təşəkkür edirəm sualları paylaşdığına görə. Ən əsası da öz ad və loqolarını bu sualların ortasında qeyd eləmədiklərinə görə. Çünki yəni aidiyyatı oldu-olmadı insanlar öz loqolarını sualların ortasında qeyd eləyirlər. Yəni bu biraz belə deyək də sual tərtib eləyənin əməyinə sayğısızlıq kimi dəyərləndirirəm mən. Başlayaq 20-ci suala. Qırmızı yosunlarda olmur. Qırmızı yosunlarda nə olmaya bilər? Sap şəkilli tallomları var. Transilyasiya, yəni zülal sintezi həyata keçirir. Nəsil növbələşməsi var, bəli. Xromatofor var, amma transpirasiya suyun buxarlanmasıdır. Yosun suyun altındadırsa su buxarlandırılması mövcud deyil. İnsan orqanizmində qanın damarlarda hansı keçidləri mümkündür? Hansı keçidləri mümkündür? İnsandan söhbət gedir. Vena kapilyar arteriya. Bizdə belə bir keçid mümkün deyil. Çünki adətən bizdə arteriya kapilyar vena keçidi mümkündür. Ona görə birinciyə minus yazaq. Arteriya, bax mən dediyimi deyir, arteriya kapilyar vena keçidi bizdə var. Vena kapilyar vena keçidi isə qaraciyərimizdə var. Ona görə 2 və 3 keçidini seçək, B bəndi. Uyğunluğu müəyyən eləyirik. Heyvanları şəkil üzrə verib. Bədən temperaturu ətraf mühitdən asılıdır. İnkişafı düzünədir. Bu qurbağadır. Bədən temperaturu ətrafdan asılıdır və inkişafı düzünədir. Ətraf mühitdən asılıdır, inkişafı dolayıdır. Bu qurbağa ilə, bu da salamandradır. Daraqlı tritondur, üzr istəyirəm. A və Y bəndlərini aid edirəm. Onların inkişafı dolayıdır. Bədən temperaturu ətraf mühitdən asılı deyil, inkişafı düzünədir. B və D bəndləri, quş və məməlilər. B və D bəndini seçirəm. 1-ə aid olsun C, 2-yə A və E, 3-ə B və D, 22-də A bəndi doğrudur. İnsanın ürək sikli 0,4 saniyəlik şəraitdə, bu bir qədər uzun məsələdir. Gəlin baxaq. Ürək sikli 0,4 saniyəlik ürək siklidində 100 vurğu baş verir. Birinci, biz bilməliyik ki, bu insanda bu tərəfdən yer açar, amma məsələ görsənmək şərti ilə də. Beləliklə, ürək sikli 0,4 saniyədir. Bu deməkdir ki, bu insanın 60 saniyədə ürəyi 150 dəfə döyünür. Məndən soruşa bilərlər ki, hardan bildim ki, mən bu insanın ürək 60 saniyədə 150 dəfə döyünür. İnsanın 60 saniyədə ürəyi 75 dəfə döyünəndə sikl 0,8-dir. Amma indi bu insanın ürək sikli 0,4 saniyədir. Deməli, 75-i 2 dəfə artırıb ki, bu da sikl 0,4. Yəni 150 dəfə döyünüb ki, bu adamın ürəyi, sikl yarı və yarı azalıb. Bununla bağlı problemimiz yoxdur. Mən zaman tapmaq istəyirəm. 60 saniyədə 150 dəfə ürək döyüntüsü baş verib. İndi deyir 100 ürək nəbz vurğusu baş verib. Baxaq görək 100 nəbz vurğusuna nə qədər vaxt sərf eləyər. 6000-i bölərəm 150-yə 40 saniyə. 40 saniyə zamanım var. Və indi məsələnin ikinci şərtinə keçirəm ki, bu müddət ərzində ürək siklinin ikinci fazasına sərf olunan vaxt, üçüncü fazasına sərf olunan vaxt ikincidən nə qədər çoxdur.
Əvvəlcə mən gəlin baxım görüm, bu ürək siklinin, yəni 0,4 saniyəlik ürək siklində bu adamın 3-cü və 2-ci fazasına nə qədər vaxt sərf olunur? Yəni 40 saniyəmi saxlamışam özüm üçün. Mən bilməliyəm, axı 0,8 saniyəlik sikllə 0,4 saniyəlik sikl eyni deyil. Burada miqdar yarı-yarı azalacaq. Baxın, 0,8 saniyəlik siklda ürək vurğusuna bizdə nə qədər vaxt sərf olunurdu? 3-cü fazaya 0,4. İndi onu yarı-yarı azaltmalıyam. Eləməliyəm 0,2 saniyə. Baxın, sikl azaldığına görə 3-cü fazaya sərf olunan vaxt da azdır. İndi ikinci fazaya sərf olunan 0,8 olanda ikinci fazaya 0,3 saniyə sərf olunurdu. İndi eyni rəqəmi yarı-yarı azaldıram. 0,15 saniyə vaxt sərf olundu. İndi artıq 40 saniyə üzərində mən hesablamalarımı apara bilərəm. Gəlin 40 saniyə üzərində hesablamalarımızı aparaq. 0,4 saniyəlik ürək siklində demək 3-cü fazaya dedim ki, nə qədər vaxt sərf olundu? Bir də baxaq, 0,2 saniyə vaxt sərf olundu. Bəs 40 saniyədə nə qədər sərf olunar? X. Mən buradan alaram 20 saniyə. O birini də tapım. Bunu da qeyd edeyim ki, bu artıq mənim 3-cü fazama sərf olunan vaxtımdır. İndi o birisini tapıram. Yəni ikinci fazaya 0,4 saniyədə 0,15 saniyədədirsə, 40 saniyəyə də x. Görürsünüz, bundan 100 dəfə çoxdur. Deməli, burada da 15 saniyə alınacaq. İndi ən nəhayət gəlirəm. 3-cü fazaya sərf olunan vaxt 20 saniyə. İkinci fazaya sərf olunan vaxtdan, yəni 15 saniyədən neçə saniyə çoxdur? 5 saniyə çoxdur. Maraqlı məsələdir. Mən də biraz uzun və açıq izah verdim ki, hamıya aydın olsun. İnşallah hamıya aydın olar. Keçək o biri məsələmizə, yəni 24-cü məsələmizə keçək. Amma bunun üçün mən bir qədər lövhəmizdə təmizlik işləri aparım ki, cavablar bir-birinə qarışmasın. 24-cü məsələmizə baxırıq. 24-cü məsələdə isə açıq sualdır və bizdən deyir ki, istiqanlı heyvanlar üçün ortaq xüsusiyyət sayıla bilər. İstiqanlı heyvanlarımız quşlardır, məməlilərdir. Ziqotun tam parçalanması. Ola bilər ki, ali məməlilərdə tam parçalanma olsun, amma quşlarda tam parçalanma yoxdur. Demək, buna minus yazıram. Elə bir əlamət seçməliyəm ki, quşlar və məməlilər üçün ortaq olsun. Postembrional inkişafın düzünə olmağı, bəli, quşlarda da, məməlilərdə də düzünədir. Yönəlci cisimciklərdə Y cinsiyyət xromosomu quşlarda olsa da, yönəlci cisimciklərdə, məməlilərdə yoxdur. Üçüncü göz qapağı quşlarda da var. Demək, üçüncü istiqanlı heyvanlar üçün ortaq xüsusiyyət sayıla bilər. Üçüncü göz qapağı bizdə də var, amma rudimentdir. Bu demək deyil ki, rudimenti biz yox saymalıyıq. O üçüncü göz qapağımız rudiment olsa da ortaq xüsusiyyəti də qalıq halında da olsa da var. Daxili skeletə malik olmaq, demək, daxili skeletə malik olmaq, bəli, var. Və demək, burada mezozoy erasında əmələ gəlmələri. Bir dəqiqə baxaq, mezozoy erasında əmələ gəlmələri, quşlar mezozoyun Yura dövründə, məməlilər isə mezozoyun ilk məməliləri götürsəm Trias dövründə. Demək, mən 6-nı da götürürəm. Beləliklə 2-ni götürürəm. Üçüncü göz qapağı bizdə qalıq şəklindədir. Ola bilsin ki, qalığı heç də saysınlar, amma mütləq burada 2, 5 və 6 mütləq cavab olaraq götürüləcək. Bitkinin kökünün hansı hissələrində kök təzyiqi ola bilər? 25-ci suala baxırıq. Ötürücü zonada kök təzyiqi olmalıdır ki, məsələn, 10 metr hündürlüyündə ağacın yarpaqlarına su qaldıra bilsin. Ötürücü zonada var. Kök üsküyündə adətən kökü zədələnmədən qoruyur, orada təzyiq lazım deyil. Bölünmə zonasında da təzyiq lazım deyil, amma sorucu zonada bir təzyiq olmalıdır ki, suyu dartıb gətirə bilsin, torpaqdan qəbul eləyə bilsin. Ona görə 1 və 4 bəndini götürəcəyik. Və gəldik ən nəhayət, deməli 26-cı suala baxırıq. Hepatit C virusu haqqındadır. Ümumiyyətlə, hepatit C virusdur. Və DNT tərkibli virusdur mu? Xeyr. Biz bilirik ki, hepatit B DNT tərkiblidir, A və C isə RNT tərkibli viruslara aiddir. Lipid qatına malikdirmi? Bəli. Lipid qatına malikdir. Biz bunu şəkildən də görə bilərik. Lipid qatı verilib. İnsana əsasən
Çirklənmiş suda və qida vasitəsilə yoluxur? Xeyr. Hepatit C qida ilə yoluxmur. Hepatit A qida ilə yoluxa bilər. Qaraciyəri səbəb olur, hüceyrələri məhv olur, bəli. Sarılıq baş verir, bəli. Antibiotiklərin təsirindən asanlıqla məhv olur, yox. Antibiotiklər viruslara yox, bakteriyalara təsir göstərir. İnsanlara qanla və cinsi yolla keçirilə bilər, bəli. Hepatitlər həm qanla, həm də cinsi yolla keçə bilər. 2, 4 və 6 bəndlərini götürdük. 27-ci suala baxaq. Taxıllarda parazitlik eləyir. Nə? Sürmə göbələyi və pas göbələyi taxıllarda parazitlik eləyə bilər. A və B-ni bura yazıram. Bir hüceyrəli çox nüvəli olsun. Bir hüceyrəli çox nüvəli istəyirsə, demək biz də bilirik ki, ağ kif, yəni mukor göbələyini götürəcək və meyvə cismi çoxillik olsun. Meyvə cismi çoxillik isə bunu D bəndi olaraq bura qeyd eləyə bilərəm. Bəs maya göbələyini bir hüceyrəli, bir nüvəli olduğuna görə heç birinə aid eləmirəm. 1-ə A, B, 2-yə C, 3-ə də D bəndini aid elədim. Nəhayət gəlirik situasiya sualına. Nəvə babasının bağda albalıq ağacını əkməsi seyr eləyir. Baba nəvəsinə calağın necə edəcəyini göstərir, izah verir. Çoxalma formasının kənd təsərrüfatında məhsul əldə edilməsində, dekorativ bitkilərin əkilməsində istifadə olunduğunu deyir. Daha sonra baba calaq üsulları haqqında nəvəsinə məlumat verir. Gəlin baxaq görək ən nəhayət sualın sonu nə istəyir məndən. Və A, B və C-nin nə olduğunu, babanın hansı calaq üsulundan istifadə etdiyini yazın. Deyir ki, A, B, C nədir? A bir ağacın kəsilmiş hissəsidir də. Baxın, A-ya mən nə yaza bilərəm? Kəsilən bitkini yaza bilərəm ki, burada bu bitki kəsilir. Və yaxud da ki, calaq olunan bitki. Calaq üstü də götürə bilərsiniz bunu. A-nı calaq üstü götürün. B burada kəsilir, özü də göz formasındadır. Mən bunu gözcük götürərəm. Ya da tumurcuq götürərəm, çünki ağacın tumurcuq hissəsi kəsilir. C də T şəkilli kəsik götürərəm. T şəklində kəsik kəsilir və tumurcuq ora yerləşdirilir. Sonra deyir ki, mənə birinci və ikinci hansı calaq üsuludur? Baxın, birinci calaqda ağacın ortadan kəsilib. Bu olur yarma calaq. İkinci hissə isə sadəcə sadə calaqdır da. Altdakını üzərindəki bitkiyə calayırlar. Bu olur sadə calaq. Cavab vərəqində verilən cədvəli doldurun. Burada çox təəssüf ki, cavab vərəqi göstərilməyib. Amma biz cavab vərəqində nə qeyd olunub? Gəlin baxaq. Deyir ki, bu bitkinin, hansı bitkinin, yəni albalının fəsiləsini qeyd elə. Albalının demək meyvəsini qeyd elə. Sonra deyir çiçək qrupunu qeyd elə. Sonra deyir ki, meyvə tipini qeyd elə. Fəsilə gül çiçəklilərdir. Albalı çəyirdək meyvədir. Çiçək qrupu olaraq sadə çətir götürəcəksiniz. Və çiçək düsturu verir. Deyir ki, çiçək düsturunu da yaz. Albalı gül çiçəklər fəsiləsinə aid olduğuna görə K5, L5, Y sonsuz, D1 ilə işarələyə bilərik. Bax, cavab vərəqində bu hissələri demək sınağa gedən abituriyent doldurmalıdır. Sonra 30-cu sualda deyilir ki, babanın nəvəsinə öyrətdiyi çoxalma forması, yəni calaq, çilikdən 3 fərqli xüsusiyyətini qeyd eləyin. Belə, qeyd eləyə bilərik ki, calaqda məhsuldarlıq artır. 1. Məhsuldarlığı artıra bilərsən. Keyfiyyət yuxarı olur. Keyfiyyət, nəyə görə bunu belə deyirəm ki, məsələn, məhsuldarlıq artır. Təsəvvür eləyin ki, bir cır bitki götürülüb və onu çiliklə çoxaldırlar. Çiliklə çoxaldanda ana bitkinin məhsuldarlığı necədirsə, çiliklə əkilən bitkinin də məhsuldarlığı o qədərdir. Calaqda isə, məsələn, baxın, Miçurin cır alma sortuna, götür kitaykanı, digər şirin bir alma sortunu calaq eləyir. Bax, məhsuldarlığı artırmış olur. Sonra calaq üsulundan keyfiyyət yüksək olur və calaq üsulunda calaq edilən bitkinin keyfiyyətləri dəyişir. Məhsuldarlığı dəyişir, keyfiyyətləri dəyişir. Amma məsələn çilikdən fərqini.
demək, çilikdə isə əlamətlər ananın əlamətləri ilə eyni qalmış olur. Beləliklə, məhsuldarlığı götürdük, keyfiyyəti götürdük. Calaqda qələm kimi istifadə oluna bilər bitkidən, calaq üstü kimi istifadə eləyə bilər. Çilikdə isə yarpağından da istifadə eləyə bilərsiniz və gözcükdən də istifadə eləyə bilərsiniz. Bunlar calaqla çiliyin demək fərqli xüsusiyyətlərini biz qeyd elədik. Beləliklə, biz artıq birlikdə 16 mart 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil elədiyi 4-cü qruplar üçün olan suallarla tanış olduq. İnşallah izahım asan oldu, hamı tərəfindən başa düşülən oldu. Vaxt ayırdığınız üçün sizə təşəkkür eləyirəm. Çox sağ olun.